tamaşaçıları, bu günləri biz uşaqların ən çox sevimli qəzeti olan Tumurcuq qəzetinin 20 illik yubileyi ilə bağlı tədbirə yarışmışıq. Tədbirə hazırlayıb Binəqədi rayonundakı 244 nömrəli məktəbin 2-ci sinif şagirdləri. Yəni bu şagirdlər bizim bundan əvvəl də qonağımız olublar, tədbirlərimizdə iştirak ediblər. Novruz tədbirində səhv eləmirəmsə, ana dili tədbirində iştirak ediblər. Yəni həmən uşaqlar onun öz Almaz xanımın səyi ilə, Almaz xanımın təşəbbüsü ilə yenidən onlar bu Tumurcuq qəzetinin yubileyini hazırlayıb bugünkü gündə bizim qonağımızdılar. Tumurcuq qəzeti Azərbaycan mətbuatının inkişafında, yəni uşaq mətbuatının inkişafında özünə məxsus rolu olan bir qəzetdir. Bu qəzeti demək olar ki, Respublikamızın bütün kəndlərində belə sevə-sevə oxunur. Biz bunun canlı şahidi olmuşuq. Yəni kitab karlarında biz bunu öz gözlərimizdən görmüşük. Tumurcuq qəzeti hara gedirlərsə, yəni uşaqlar artıq tanıyırdılar ki, Səməd müəllim həmən qəzetin redaktorudur və onun ətrafına yığılırdılar. Tumurcuq qəzeti 96-cı ildə yaranıb və bu qəzetin yaranmasında, yəni ona ilk xeyir-dua verənlərdən xalq şairi Bəxtər Vahabzadə olub, bir də xalq yazıçısı Anar olub. Hətta bu öndərimiz qəzetlə bağlı eşidəndə ki, belə bir uşaqlar üçün maraqlı, gözəl qəzet çıxıb, o deyib ki, bu uşaqlar üçün, uşaq mətbuatı, uşaqlar üçün çox zəngin, dəyərli bir mətbuat olacaq, bir mənbə olacaq. Həqiqətən də onun səhifələrini biz özümüz də kitabxanamızda bu qəzeti alırıq, çox maraqlıdır. Bəlkə də indi bu valideynlərin içərisində bu tədbir üçün uşaqları hazırlayıblar, gətiriblər, amma ki, yaxşı olar ki, siz bu qəzetin özünü alasınız, uşaqlarınız da bu qəzetdən bəhrələnsin. Yəni, oxumayan valideynlərin uşaqları da yəni bu qəzeti əldə edib oxusunlar. İmkanı olmayanlar, yəni kitabxanadan gəlib o qəzeti götürüb oxuya bilərlər. Yenə deyirəm ki, kitabda uşaq ədəbiyyatı nümunələri, istər rus dilində, ingilis dilində, türk dilində, yəni müxtəlif xalqların uşaq ədəbiyyatından nümunələr çox gözəl şəkildə, aydın dildə, səlis dildə yazılmış şəkildə verilir. Mən deyərdim ki, bəlkə də bu qəzetin 20 il müddətində belə sayılarının, necə demək, artmasında, nüsxələrinin artmasında Səməd müəllimin çox böyük rolu var. Çünki Səməd müəllim özü uşaqların dilində danışmağı bacaran, peşəkar bir jurnalistdir. Onun sayəsində də bu qəzet belə şöhrətlənib, belə çox böyük oxucu öz ətrafına yığa bilib. Səməd müəllim çoxdur da sizin oxucunuz. Uşaqlar ayaqüstə qalıblar, biz həmişə danışa bilərik, oturmuşuq. Bu uşaqlar bilsin sözlərini, biz danışarıq yedik. Deməli, indi tədbirimizi açan onlar Tumurcuqla bağlı öz fikirlərini, öz sözlərini desinlər. Buyurun. Sen
gəlir. Latin qrafikası ilə çıxan ilk uşaq mətbuat orqanıdır. Qəzetin ilk sayısının işıq üzü görməsinə xalq şairi Bəxtiyar Vahabzadə və xalq yazıçısı Anar dəstək veriblər. Qəzet əsasən aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Lakin onu böyüklər də maraqla oxuyurlar. Ulu önlərimiz Heydər Baba demişdir: "Əziz balalar, siz Azərbaycanın gələcəyisiniz. Bizim əziz övladlarımızsınız, balalarımızsınız. İndi siz təhsil, tərbiyə alırsınız, oxuyursunuz, özünüzü gələcək üçün hazırlayırsınız. Biz də sizə bütün Azərbaycanın gələcəyi, sabahı olan uşaqlara böyük ümidlə baxırıq. Tumurcuq qəzeti uşaqlar üçün çox zəngin və dəyərli mənbədir." Tumurcuq qəzeti Günəş, Göyərçin, Savalan və başqa uşaq mətbuatlardan çox gəzdir. Qəzetlər türk, ingilis, rus dillərində uşaq ədəbiyyatlarından nümunələr verilir. Qəzetdə dərc olunan hekayələr, nağıllar, ədəbi materiallar dərsliklərdə yoxdur. Bunlar bizə sinifdən xaric oxu materialları kimi istifadə etməyə kömək edir. Həmçinin qəzetdə verilən hekayələr, nağıllar oxumaqla uşaqlarda vətənə, torpağa, təbiətə sevgi hissi formalaşır. Tez-tez zəngin folklor nümunələrimizə də rast gəlirik. Tumurcuqdur bu qəzet, hərləçəyi birinci, qəzetlərin içində birincidir, birinci. 20 yaşında da kəpənək kimi kövrək, hər evə qonaq gedir, qədəmləri mübarək. O yazda doğulubdu, arzuları bahardır. Hər sözündə işıq var, hər sayı bir mübardır. Boy yaşasın Tumurcuq, dünyalarda zar olsun. Onu nəşr edərlər, daim bəxtiyar olsun. Tumurcuq nəşrə başlayanda ona xeyir, dua verənlərdən biri də xalq şairimiz Bəxtiyar Vahabzadə olmuşdu. Qəzetin 10 yaş tamam olanda demişdi ki, inanıram ki, Tumurcuq oxuyan uşaqlar öz xalqının tarixi, dostlarını və düşmənlərini tanımaqda çətinlik çəkməkdir. Hər xalqın öz dili var. Dövlət dilimiz olan Azərbaycan dili zaman-zaman inkişaf edib, zəncirləşən dillərdən biridir. Nəşrin dilinə gözəldir hər sözü, neçə dərdin dərmandır yar sözü, ürəyini açmaq üçün var sözü, mənim doğma əziz ana dilimin, dil açanda ilk dəfə ana söyləyirik biz, ana dil adlanır bizim ilk dərsliyimiz, ilk mahnımız, laylamız anamız öz südüylə, içirir ruhumuza bu dildə gilə-gilə. Bu dil bizim ruhumuz, eşkimiz, qanımızdır. Bu dil bir-birimizlə əhdi peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi, bu dil əcdadımızın bizə miras verdiyi ən qiymətli xəzinədir. Onu gözlərimiz tək, qoruyub nəsillərə biz də hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətindən, yatağına sığmayan çayların hiddətindən, bu torpaqdan, bu yerdən, eliz bağrından qopan yanıqlı nəğmələrdən, güllərin rənglərindən, çiçəklərin iyindən, min düzünün, muğanın sonsuz genişliyindən, asaslı babaların ədlindən, camalından, düşmən üstünə cuman o qıratın malından, qopan səsdən yarandın, sən xalqımın aldığı ilk nəfəsdən yarandın. Ana dilim sənərdir, xalqın əqli hikməti, Ələboğlu məzmunun, dərdi səndə dil açmış, ürəklərə yol açan Füzulinin sənəti, ey dilin qüdrətinlə dünyalara yol açmış, səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır, səndə neçə min illik mənim mədəniyyətim, şan şöhrətim saxlanır, mənim adım sanımsan, namusum vicdanımsan. Bu dil tanıtmış bizə, bu dünyada hər şeyi, bu dil əcdadımızın bizə qoyub getdiyi ən qiymətli mirasdır. Onu gözlərimiz tək, qoruyub nəsillərə biz də hədiyyə verək. Ey doğma dilində danışmağa ar bilə, fasonlu ədəbazlar, qərbinci oxşamır, qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, ancaq vətən çörəyi sizlərə
üzerinden 2 aldığına göre cezalısı akşam tort yemeyeceksin. Siz də tort yeməyəcəksiniz. Çünki tortların hamısını mən yemişəm. Ana, yandın. Niye? Müəllim deyir ki, tapşırıqlarını yazana o duracaq. Gazetler haberleri təqdim edən qədərcədən bir nəşrdir. Gazetlər ictimai fikir formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında da mühüm rol oynayır. İlk gazetlər əllə yazılmış vərəqlərdən ibarət idi və onları ictimai yerlərdən asdılar. Ən birinci gündəlik vərəq günün hadisələri idi və Romada bizim eradan əvvəl 59-cu ildə nəşr olunmağa başladı. İlk çap nəşri Çin dərzi Dibao olmuşdur və 17-ci əsrdə dərc edilmişdir. Azərbaycanda ilk dəfə 1875-ci ildə ana dilində qazetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qazet çap etmək üçün hökumətə müraciət etmişdir. Xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində ana dilində yazılmış Əkinçi qəzetin nəşrinə müvəqqət olmuşdur. Əsrlərdən bəri zülm alışan, qan içən, qan qusan, eşşər insan, aldı mı qəlbinizi, qisvət-i şum, yıxdı mı ruhunuzu, vadi səlum, görünürmü sizə xoş qanlı həyat, unudulmuş bəşəriyyət, heyhat. Hamımız bir yuva pərlərdəsik, hamımız bir güneşin zərrəsik. Ayırmaz bizləri təğyiri insan, ayırmaz bizləri təbdili məkan, ayırmaz bizləri sərhəddi şəhan, ayırmaz bizləri ümmanu mühit.
Jurnal, televiziya və radio ilə müqayisələr müəyyən üstünlüklərə malikdir. Qəzet daha çox məlumatı və daha müfəssəl şəkildə işıqlandıra bilər. Qəzetlər əsasən gündəlik və həftəlik olur. Tumurcuq ildə bir dəfə çiçək açır. Yazda Tumurcuq qəzeti isə hər ay biz oxucuların görüşünə gəlir. Tumurcuq qəzeti Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra Respublikamızda Latın qrafikası ilə nəşr edən ilk mətbuat orqanıdır. Bəlkə də baharda dünyaya gəldiyindən və belə demək mümkünsə, Tumurcuq daim bahar təravətli, xoşməramlı olur. Üç sayında oxucuların rəyinə yol tapır. Ayda bir dəfə 24 səhifə həcmindən nəşr olunan qəzet biz oxucuların bilməli olduğumuz hər şeydən yazır. Hətta bilikləri yoxlamaq üçün testlər də verir. 2 ildir ki, biz Tumurcuq qəzeti ilə dost olmuşuq. O bizim həyatımızın bir hissəsinə çevrilib. Bu qəzetin vasitəsilə tarixi günlər, əlamətlər günləri qeyd edir. Bir vətəndaş kimi formalaşmağımızda, yurdumuz Azərbaycanı sevib qorumağımızda bizə ikinci müəllim olan Tumurcuğa minnətdarım. İçində o qədər gözəl məlumatlar var ki, əlimdən yerə qoya bilmirəm.
Bəs sən Tumurcud qəzeti almırsan? Bizim sinifdə hamı bu qəzetə abunə olub. İçində tarixi günlər, əlamətdar günlər qeyd olunur. Yox, mən ancaq göyərçin jurnalını oxuyuram. Sən bilmirsən, ey! Yazıçıların, şairlərin çoxu ilk hekayə və şeirlərini göyərçindən nəşr etdirlər. Dostum, gəl sən Tumurcuğa, mən də göyərçin jurnalına abunə olum. Nə qədər çox oxusaq, o qədər dünya görüşümüz artar. Tumurcuğu oxu ki, vətənini sevərsən. Tumurcuğu oxu ki, bayrağını sevəsən. İşğal olunmuş ərazilərin qeyri-şərtsiz boşaltılması haqqında BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 sayılı qətnamələri indiyədək yerinə yetirilməyib. Bu ədalətsizliyə dünya birliyi hələ də dözür. Azerbaijan Public Television is on the air. The Republic of Azerbaijan is situated between 38th and 42nd parallels and has been in a state of war for almost 20 years. 20% of its land has been occupied by Armenia. UN Security Council resolutions 822, 853, 874 and 884 on unconditional withdrawal from the occupied territories remain unfulfilled. Bayraklar bayrak yakan, üstünde çiğ kanlı torpak. Eğer uğrunda ölen var
bu şagirdlərimlə, bundan əvvəlki şagirdlərimlə də hər zaman abunəçisi olmuşuq və Tumurcuq qəzetinin daim oxucusu olmuşuq. Yəni, uşaqlara ayırdığınız bu vaxta görə təşəkkür edirəm sizə. Tumurcuq bizim üçün çox əziz bir qəzetdir. Hər ay biz onu sevə-sevə oxuyuruq. Orada tarixi günlər, əlamətdar günlər, bunların hamısı uşaqların böyüməyində, inkişaf etməyində, bir vətəndaş kimi formalaşmasında böyük rolu var. Daha çox maariflənirlər bu qəzeti oxuduqca. Təşəkkür edirəm Keçərli adına kitabxananın müdiriyyət heyətinə, Şəhla xanıma, Zamirə xanıma və Almaz xanıma və bütün işçilərinə ki, bizi hər dəfə qucaq dolusu, sevə-sevə qarşılayırlar və mənim əzizlərimi, balalarımı diqqətlə dinləyirlər. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Səməd müəllim sözü bildi. Siz mənim sözü hesab edirsiniz. Bir balaca səhərində tutabilirsiniz. Deyəcəyimiz sözü müəllimə sizin uşaqlar dedi. Torpaqlarımızı azad etmək üçün müəllimə ilə vuruşurlar. Şəhid olan oğullarımız var, uşaqlarımız onların ruhuna gözəl şeirlər dedilər, Qarabağımız üçün, torpağımız üçün dedilər. Mən güman edirəm ki, siz çox gözəl kompozisiya hazırlamışsınız. Bu təhsil Tumurcuq qəzetinin deyil, elə bugün üçün bağlıdır. Çox sağ olun, biz sizə minnətdar olun. Bu təhsil qəzetinin adına deyil, ümumiyyətlə Respublikamızın bugün həyatı ilə bağlı çox gözəl kompozisiya edir. Sağ olun. Minnətdarım sizə. Ürəyimdə elə bilin ki, ən yaxşı nə söz varsa sizə çatdırırım. Sağ olsun balalarımız. Siz də sağ olun. Təbrik edirəm Tumurcuq qəzetini. 20 il münasibətilə çox böyük yol keçib, çox ağır əmək sərf edib. O işlə məşğul olanlar bilir ki, nə qədər böyük ağır əmək qoyulur. O qəzetin araya ərsəyə gəlməsində səhifələri çox böyük, ağırdır. Və mən buna görə qəzetin xəlifətinə, Səməd müəllimə çox böyük təşəkkür edirəm ki, bizim Azərbaycanda, uşaq mətbuatı Azərbaycanda bir qədər çox məhdud saydadır və onların içində və onların öz rastında Tumurcuq qəzetini görmək həmişə bizim üçün xoşdur. Mən düşünürəm ki, uşaqlarımızın çox böyük, uşaqlarımıza mənəvi qida verən, uşaqlarımıza bol məlumat verən, uşaqlarımızın bütün mütaliəsini öz əlində birləşdirən bir qəzet var və bu qəzetə qoyulan əməyə görə mən çox böyük təşəkkür edirəm. Mən uşaqlarımıza təşəkkür edirəm. Ürəyim dağa döndü. Özə bugünkü gündə, hansı ki, hamımızın əhval-ruhiyyəsi Qarabağımıza köklənib, mən bu uşaqları belə əskər paltarında görürəm. Belə vətənpərvər şeirlərin səsləndirilməsi onlar tərəfindən. Elə bilirəm ki, Azərbaycan həmişə var. Bax, onların əlindədir. Azərbaycanın sabahı belə oğullarımızın, qızlarımızın bu yaşından vətən hissləri ilə, qəlbdə böyük vətən sevgisi ilə böyüyən uşaqlar inanıram ki, gələcəkdə də vətənimizi qoruya biləcəklər. Elə mi uşaqlar? İnanıram mən sizə. Sağ olun müəllimə. Çox güzel. Qarabağ, sizi bir də deyək. Qarabağ bizimdir, bizim olacaq. Qarabağ bizimdir, bizim olacaq. Qarabağ bizimdir, bizim olacaq. Qarabağ bizimdir, bizim olacaq. Sağ olun uşaqlar. Sağ olun. Sağ olun müəllimə. Qismət oldu. Siz bugünkü gündə canlı yazıcı və şairlərlə görüşürsünüz. Sevinç Nuri qızım, sonra Gülzar nənə eşitmişsiniz. Allah qoysa inşallah gələn həftə onunla yenə biz görüşəcəyik. Mən xanımama sizin 21-ci əsr Çox gözəl, çox gözəl. Yəni sizə bu yaşınızda, canlı həyatda, yazıcı şairlə görmək sizə qismət oldu uşaqlar. Bir gün gələr siz bu günləri xoş hisslərlə yad edərsiniz. Sözü verin. Sehirli Dünya jurnalını okuyorsunuz uşaqlar. Sehirli Dünya jurnalının redaktoru Gülzar nənə. Gələn həftə də onunla görüşəcəksiniz. Yenidən tanış olursunuz. Mən Tumurcuq qəzetini təbrik edirəm. Tumurcuq qəzet uşaqlara çox şeylər öyrədir. Beyni inkişaf etməkdən oyunlarıyla, nağıllarıyla, hikayələriylə. Bir o gün olsun, Tumurcuq qəzetinin 200 illiyini keçirək. Biz həyatda olmadık. Gələcək sizin əlinizdədir. Siz ki, belə bayrağı sevirsiniz.
İndi sizə təbriklə bağlı sözü verək. İndi qəzetin redaktoru Səməd bəy. Bunun çıxarılması mənim adıma yazılmasın. Tək mən deyiləm. Bu qəzetin ilk redaktoru olub, Əli Sərkəzoğlu. Mənlə 14 ildir yanaşı oturur. Əli müəllimin böyük zəhməti var. Əli müəllim gözəl qələm sahibidir. Onun uşaq hekayələri var. Tumurcuq əlavələri, kitablar göstərildi orada. Onlar hamısı Əli müəllimin hazırlığı. Mən əvvəllər başqa sahədə işləmişəm. İndi 13 ildir tumurcuğa cəlb olunmuşam. Yəni, ilk zəhmət Əli müəllimdir. Bunu haqqı itirmək olmaz. Eyni zamanda da bizim burada oturan yazarlar, orada şəkilləri göstərilən Zahid müəllimdir, Qəşəm müəllimdir, qocaman ağsaqqalımız İlyas Tapdıqdır və adını çəkə bilmədik. Digərlərinin hamısının bu qəzetdə böyük zəhməti var. Biz onlardan bəhrələnmişik. Biz də nəsə üstünə qoymuşuqsa, bu da bizim deyil. Onu da əlavə edeyim ki, mən tumurcuğun tarixi haqqında danışıldı. Uşaqlar gözəl danışdılar, həqiqətən gözəl danışdılar. Mən tumurcuğa gələn məktublardan danışmaq istəyirəm. Tumurcuğa gələn məktublar qalaq-qalaqdır. Yoxsa inanın ki, bir ildə elə hansısa bir balaca otağı doldurar. Onlaynla gəlir, yəni kağızla yenə yazılır. Mən o məktubları oxuyanda sevinirəm də, kövrəlirəm də. Məsələn, acı bir neçəsini misal çəkeyim. Bir neçə il əvvəl qəzetdə bir qızın yazısı çıxmışdı öz kəndləri haqqında. Sonra bizə məktub yazır ki, o yazı çıxandan sonra mən öz kəndimiz haqqında yazmışdım və yazmışdım ki, kəndimiz gözəldir, gözəl insanları var, zəhmətkeş insanları var. Amma heyif ki, məktəbimizin üstü yaxşı deyil, sinimizə su damır, yağış yağanda. Deyir, kəndimizdə Rusiyada çalışan bir iş adamı bu yazını oxuyub tumurcuqda, gəlin məktəbə və deyir, mənə tapdı, sonra direktor yığdı və dedi ki, sizin məktəbi tam təmir edir. Bu deməli tumurcuq xidmətlərindən biri sayıram mən. Sonra bu yaxında bir məktub gəldi. O məktubda 2 uşaq yazmışdı və içinə də 2 marka qoymuşdu. Bağışdan kövrəlirəm. Uşaqlar deyir ki, biz eşitdik ki, kağızın qiyməti bahalaşır, birdən tumurcuq çıxmaz. Sonra məktubların birindən danışım ki, bunu bir qız yazır, deyir ki, atam deməli, içən idi, neysə, anamla məni atdı, getdi. Mən atamı yenə çox istəyirəm. Axşamlar o nəyət qapsın deyib, qapıya qoyuram ki, gəlsin. atam qayıtsın. Bağışlayın da, belə yazıları oxuyanda uşaqların əlbəttə kövrəlirik. Tumurcuğun böyük dayağını uşaqlar özləridir, sağ olsunlar, onlar oxuyurlar. Digər dəstək verənlər də sağ olsun. Mən Firdun bəy Köçərladla kitabxananı öz kollektivdən bilirəm, neçə illərdir kitab bayramlarında onlarla yanaşı bölgələrə çıxıram. Və burada fədakar xanımlar çalışırlar, onların böyük zəhməti var kitabın təbliğində, sağ olsunlar. Biz də onların fəaliyyətləri bir qısa da olsa işıqlandırırıq və tumurcuqla səmərəli əməkdaşlıq edirlər. Hər bir tədbirlərinə bizi çağırırlar, bizim işimizi işıqlandırmaq üçün onlar da belə proqramlar hazırlayırlar. Biz onlara başda Şəhla xanım, Zahirə xanım və digər xanımlar, adını hamısını yəqin çəkə bilmərəm, hamısı fədakar xanımdır, hamısına təşəkkür edirəm. Bu proqrama görə də sizə və digər, Almaz xanım da burada təşkilatçılıq edildi, ona təşəkkür edirəm. İndi bizlə əməkdaşlıq elədiyimizə görə kitabxananın rəhbərliyini bir balaca hədiyyə veririk. Önemli, əlbəttə bir qiymətli bir şey deyil, amma Sizin üçün çox dəyərli. xatirə kimi bir qala bilər ki, bunu saxlaya da bilmərəm. O belə, belə saxlayayım, ömrümdə belə şey saxlamamışam. Təşəkkür edirəm Cəhra xanım. Sağ olun, sağ olun. O gün olsun ki, 50 yaşlı uşaq olan bir kitabxana, biz sizin fəaliyyətinizdən vermişdik qədəşdir. 50 yaşlı uşaq, 100 yaşımıza da biz tumurcuqda yer verək. Çox sağ olun. Xoş günlərinizə yaşayın. Çox sağ olun. Sizə də, gələn qonaqlara da mənim
danışmayacağım. Uşaqlarımız xüsusilə təşəkkürümü bildirirəm. Daim var olsunlar ki, belə bir vətənpərvər ruhda siz onları tərbiyə edirsiniz təhsil müəssisəsində. Hər zaman kitabxanamızın bütün qapıları sizin üzünüzə açıqdır. İstədiyiniz var, bizim kitabxanamızdan çok böyle ruh yüksəliyinə sevə-sevə istifadə edə bilərsiniz. Çox sağ olun, valideynlərə də sağ olun deyirəm ki, uşaqlarına dəstək olurlar. Hər kəsə təşəkkürümü bildirəm, qonaqlarımıza, uşaqlar, yaşçılarımızla təkbirlərimizi çəkdirin. Çünki belə gözəl anlar, qiymətli anlar heç vaxt bir dəyərlə düşməyəcək. Güzar xanım, Güzar nənə və Sevinç xanım Nuru qızı, həm də bizim Göy Uşaq jurnalının redaktorudur. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. Onlar sizə çağırırız. Mən əzəl çəkəcəm. Çox sağ olun. Sağ olun. Çok sağ olun. Sonra uşaqlar kim qaldı? Daha kimlər qaldı? Gəlin bu mərhələsi.